Yalancı dolma hansı bölgəmizə aiddir? Dünən həyətdən təzə yarpaq yığan zaman hekayə atdım. İzləyicilərim çoxu yazdı ki, yalancı dolma edirsiniz yoxsa yox? Nə olduğunu soruşan zaman dedilər ki, ətdən başqa nə desən içində olur. Sizi bilmirəm, bizim evdə o yalancı dolma bişsə vəssalam. Bir nəfərin danışmağa mövzusu olacaq. Ət demişkən bu gördüyünüz Bernesto Ferro ət çəkən maşını 1 dəqiqəyə 2 kilo yarım əti çəkə bilir. Çünki onun qızmaya qarşı mexanizmlə təchiz olunmuş 2500 vaatlıq motoru var. Bernesto məhsullarını səhifədən həm onlayn, həm də şəhərin müxtəlif mağazalarından əldə edə bilərsiniz. Dolmalıq əti ayırıb içərisinə soğan, keşniş, şüyüd, sarımsaq, yumru, düyü və ən əsası nanəsini də vurub yaxşıca yoğurub soyuducuya yollayıram. O özünə gəlinə kimi həyətdən təzə tər yarpaqlarımı yığıram. Üzərinə azca qaynar su gəzdirmək kifayət edir. Sonra isə dəzgahın üzərinə bütün yarpaqları yığıb başlayıram bükməyə. Dolma bükən zaman başınızı qarışdırmaq üçün hansı üsullardan istifadə edirsiniz? Üzərinə də kəf çıxmasın deyə bişməyə qoyan zaman qaynar sudan istifadə edirəm. Mən ortalığı yığışdırıb bir fincan çay içənə kimi nəfis tər dolmam da hazır olur. Məndən bugünlük bu qədər.